Salam əziz dostlar, əziz səyahət sevənlər, yeni bir vlogdan hər kəsi salamlayıram dostlar. Ekrana yaxın əyləşin, Vuga Travel yenidən efirdə. Moskvadayım hal-hazırda, yollanıram Moskvada yerləşən Şeremetova hava limanına. Oradan uzaq bir yolum var dostlar, gedək çataq. Gəlib çıxdım hava limanına, Şeremetovdayım dostlar. Buradan da yollanacağıq Rusiyanın uzaq şərqində yerləşən Kamçatka diyarına. 9 saatlıq uçuşumuz var. İzləyin, çox maraqlı olacaq dostlar. Kamçatka diyarına xoş gəlmişsiniz dostlar. 9 saat birbaşa uçuşdan sonra Moskvadan Kamçatka diyarında yerləşən Elizov şəhərində yerləşən hava limanına çatdım. Yaxşı bir uçuş oldu, rahat. Biraz reisdə gecikmə baş verdi, amma çox rahat gəldik. 2 dəfə yeməklə təmin edilər. İndi bagajım var, alım, çıxım. Artıq gecədir, avtobus yoxdur, taksi ilə gedəcəm, hostel tutmuşam. İndi çıxaq şəhərə doğru. Dostlar, onu da nəzərinizə çatdırım ki, Bakı vaxtı ilə 8 saat irəlidədir Kamçatka diyarı. Moskva vaxtı ilə 9 saat irəlidədir Kamçatka. Yəni Azərbaycanda, Bakıda gündüz olanda burada gecə olur. Gəldim taksi ilə hostelma. Belə bir hosteldir. Adı da Kamçatskdır. Girək içəri. Xoş gördük əziz dostlar. Yeni bir gündən hər kəsi salamlayıram. Kamçatka diyarına xoş gəlmişsiniz dostlar. Bugün sizlərlə birgə jip turla Kamçatka diyarında Petropavlovsk Kamçatska şəhərindən dağlara doğru bizsə başladıq dostlar. Hər kəsə xoş izləmələr. Kanala abunə olub dəstək olmağı unutmayın. Bugün ayın 17-si iyul 2025-ci ildir. Dünən gecə Moskva şəhərindən Petropavlovsk Kamçatka şəhərinə təyyarə ilə gəldim. Hava yolu ilə dostlar 6770 kilometr məsafədə yerləşir Moskvadan. Kamçatka vaxtı Bakı vaxtı ilə 8 saat öndədir dostlar. Moskva saatı ilə isə 9 saat öndədir. Kamçatkada bildiyiniz kimi dostlar, mən sol tərəfdə oturmuşam. Sürücünün rol tərəf həmişə sağ tərəfdə olur, belə gördüyünüz kimi. Kamçatkada, Saxalində, uzaq şərqdə, ümumiyyətcə Vladivostokda belə rollar sağ tərəfdə olur. Kamçatka diyarı, Kamçatka yarımadası çox mükəmməldir. Təbiəti çox gözəldir dostlar. Vəhşi təbiəti, vulkanları. Bugünkü turda da dostlar sizlə sakit okean və bir çox vulkanların ərazilərini gəzəcəyik. Artıq asfalt yol tutardı. Daşlıqla gedirik indi vulkanlara doğru. Yolda soruşuram ki, əgər tək səyahət eləsəm burada vəhşi heyvanlara rast gəlmək mümkündürmü? Sürücüdən soruşdum. Dedi, insanlar ayaqla da gedirlər. Mən amma internetdə araşdırmışdım ki, yolda ayı çoxdur, qarşınıza çıxa bilər, onun üçün də təhlükəlidir. Çox gözəl təbiəti var dostlar. Bir sözlə özünüz də bir neçə qrup şəklində gəlsəz, əgər ayaqla səyahət eləmək istəsəz, belə ekskursiya şəklində yox, ayaqla gəzmək istəsəz mümkündür. Yəni o qədər də çətin deyil. Mən əslində sınamaq istədim, tək olduğum üçün risk eləmədim. Çünki burada ayı yaşayır Kamçatka diyarında. Onun üçün də risk eləmək istəmədim. Amma sürücü deyir ki, bu yol aktiv yol olduğu üçün, yəni buradan həmişə maşın getdiyi üçün ayılar bu yoldan uzaq gəzir. Tam rahat şəkildə vulkanlara getmək mümkündür. Dostlar, yolda bax belə sümbül qıran heyvanlar rast gəldi. Görürsünüz, girdi yuvasına. Bu heyvanın adı sümbül qırandır dostlar. Çox maraqlıdır. Azərbaycan dilində sümbül qıran adlanır. Gəl. Özümlə belə
götürmüşəm ki, yemliyəm. Gəl dostum, gəl. Bunlar gəmiricilər sinifinə aiddir dostlar. Ayaq üstə durur belə. Ye, bax. Bax. Tam təhlükəsiz bir heyvandır. Cip turumuzun hələlik dayandı. Maşını saxladıq burada. Qalan yolu ayaqla gedəcəyik. Qrup turumuz sürücüdür. Məndən başqa 2 dənə turist var avtomobildə. Onlar Çindən gəlibli. Çin turistləridir. Bir də mənəm Azərbaycandan. Корякский вулкан. Bu qarşımızdakı Koryakski vulkandır. Aktivdir. Активный. Aha. Авачинский активный. 2741. Sağ tərəfdə gördüyünüzsə Avaçinski vulkanıdır. Yəqin ki, televiziyadan da izləmişdiniz. Yaxın 2 il bundan əvvəl Kamçatka diyarında hansısa vulkan dəqiq deyə bilmirəm, püskürmüşdü şəhəri. Tam qara tüstü bürünmüşdü. Yəqin ki, televiziyada çoxunuz izləmişdiniz. Biz tam zirvəyə vulkanları çıxmayacağıq, amma xüsusi turlar mövcuddur ki, vulkanların tam zirvəsinə çıxmaq mümkündür. Orada əvvəlcədən hazırlıq prosesləri gedir, sonra qalxa bilirsiniz. 2-3 günlük turlar mövcud olur. Maraqlı heyvanlardan birinə rast gəldik. Sümbül qırana Azərbaycan dilində tərcümə edəndə belə olur. Mən ilk dəfədir həmin heyvana rast gəldim. Vulkana yaxın ərazilərdə yaşayır sümbül qıran heyvanı. Gilə meyvələrlə qidalanır. Gəmiricilər sinifinə aiddir həmin heyvan. İndi qayıdan zaman yenə həmin heyvanlara yenidən rast gələcəyik. Bundan başqa bu ərazilərdə ayılar və canavarlar yaşayır. 2025-ci il 17-si iyuldur. O günkü tarix. Gördüyünüz kimi qarda hələ də qar var. Sürücümüzün dediyinə görə əvvəl bu dağlarda həmişə qar olardı. Son zamanlarda iqlim dəyişikliyinə görə də dağlarda qar əriyir. İyul ayında qar. Necədir dostlar? Amma hava bugün 20 dərəcə isti var. Qar az da olsa var. Vulkanın aşağı hissəsində belə maraqlı güllər var. Adını deyə bilməyəcəm. Bitkilər, flora və faunası, kəpənəklər uçuşur və yolumuz hələ hardasa ayaqla 1 saata qədər yol getməliyik. Gördüyünüz bu uçurumun arxa tərəfinə keçəcəyik. Həmin bu çiçəyin adı Rады ду. Rады, как еще раз скажите на русском? Еще раз. Рододендроны. İndi ciddən soruşum, görüm təhlükəsiz burada necə hərəkət etmək olar, nələrə riayət etmək lazımdır. Onun haqqında biraz məlumat toplayaq. İndi rusca danışacaq, mən sonra sizə tərcümə edərəm. Скажите, пожалуйста, вот что турист здесь должен делать? Какой опасности ждет? Самая большая опасность упасть. Упасть. Больше такой никакой нет. Əsas təhlükə düzgün yolu seçməkdir və yerişə düzgün istiqamət verilməlidir ki, yıxılmayasan. Mən büdrədim sözün açığı biraz. O əsas təhlükəsizlik ondan ibarətdir ki, düzgün yola baxasan, hara getdiyi görməlisən. Самый большой вулкан у нас как называется? Ключевская сопка. Ключевская сопка adlanır. Ən böyük vulkan. Сколько метров? 4. Как точно? 4400 nə qədər olmalıdır səhv eləməmsə daha. 4060 okolo da tamamı da. 4400-4600 metr hündürlüyündə olan
Klüçskva 4750. 4750 metrdir. En büyük vulkan. Как называется еще раз? Ключевская сопка. Bu turistlər də Çinləndilər. Bir qrupdayıq, 3 nəfərik, bir də sürücü. Hello. Görürsünüz bunu dostlar. Bu lavadır. Qurumuş halda. Özümlə birini götürəcəm xatirə üçün. Belə bir mənzərə var. Zirvəyə qalxdıqca biz tam aşağıdan qalxmışıq. Haradasa bir 30 dəqiqədə qalxmışıq. Burada turbazadır. Biri də aşağıdadır. Gecələmək üçün yerlər də var. Yolun 90%'ine qalxmışıq. Burada qardır. Orada da Avachinski vulkanın zirvəsidir. Bu da başqa bir vulkandır. Karyakski vulkan. Onun zirvəsidir. O hündürdür. Avachinski'dən Karyak hündürdür. Bu Karyakski vulkandır. Zirvəsidir. Karyakski vulkan adı Karyak xalqı var. Şimalda yerli cəmaətdir. Burada yaşayan yerli xalqdır. Onlar haqqında məlumat verəcəm növbəti vloglarda. Videoda sadə görsənə bilər dostlar. Amma buranı gəlib, gəzib, görmək, vulkan zirvəsinə qalxmaq başqa bir zövq verir insanlara. Əsas da aktiv səyahət sevənlər üçün mükəmməl yerdir Kamçatka diyarı dostlar. Davam edirik. Bizim əsas marşrutumuz, zirvəmiz buradır. Oradan yenidən tam aşağı düşüb, bu birinci qırmızı evlər yox, tam arkadakı yerdən qalxmışdıq. Yenidən ora düşməliyik. Burada da maraqlı çiçəklər var. Çox gözəl rəngi var bunların dostlar. Görürsünüz nə gözəldir. Cürbəcürdür. Təbiəti çox mükəmməldir. Xırda həşəratlar da yaşayır vulkan üzərində. Böcəklər, arılar çiçəklərdən şirə alır. Ümumilikdə quş növləri də gördüm. Qar quşu oxşayan bir quş idi xırda. Çiçək növləri gördüyünüz kimi çoxdur. Qar suları da əriyir. Aşağıda çaya tökülür. Biz çayın içi ilə gəlmişdik gəldiyimizdə. Bu arkada gördüyünüz zirvə Karyakski vulkanın zirvə nöqtəsidir. Oraya getmək hardasa əlavə 1 saat, saat yarım vaxt aparacaq. Yuxarıda hələ də aktiv vulkanlar var. Amma oraya getmək planım yoxdur. Buradan görmək daha gözəldir. Vulkanın tam isti nöqtəsinə getmək əslində məqsədə uyğun deyil. Ora xüsusi turlar təşkil olunur. Qeyri-adi səyahət planınız varsa, buyurub Kamçatkaya gələ bilərsiniz. Zirvəni tamamladıq. İndi isə geri qayıtmalıyıq. Aşağı düşəcəyik. Dağın arxa tərəfi ilə, vulkanın arxa tərəfi ilə. Milyon il əvvəl püskürmüş vulkanın indiki halı dağ formasına gəlib. Amma zirvədə dediyim kimi 30-dan çox aktiv halda olan vulkanlar Kamçatka diyarında mövcuddur. Bunlar yol belə sürüşkəndir, amma getmək olur. Bunlar hamısı lavaların qalıqlarıdır, görürsünüz dostlar. Hamısı daşlanmış hallardır. Görürsünüz nə gözəl mənzərədir. Buz qayaların arasından su əriyib aşağıya doğru gəlir dağlardan. Yuxarı hissədə daha genişdir, burada daralır yol. Bu bizim qrupdur. 3 nəfərik, bir də sürücü Yiğit. Dediyim kimi bu 2 nəfər Çinləndilər.
Bir də mən Azərbaycandan bir maşında gəldik. Gəldik, finish nöqtəmizə çatdıq. Vulkanları gəzdik dostlar. Necə idi? Maraqlı idi mi? Əgər bəyəndiksə bir like etməyi də unutmayın. Bizim bu maşınımız Toyota Land Cruiser. Çox yaxşı maşındır, rahatdır, ağladır. Bundan əlavə böyük Ural maşınları ilə də gəlmək olur bura şəhərdən. Tur haqqında da danışım dostlar. Mən bu turu internetdən araşdırıb tapmışdım. Bir günlük turdur, Jeep tur. Deməli çıxdıq, vulkanı gəzdik. İndi Sakit Okean tərəfə getməliyik, oranı da gəzəcəyik. Ümumilikdə bir günlük tur 15.000 rubeldir. Vulkanı gəzdik. Belə təbiət qoynunda bizə belə yemək də hazırlayıblar. Deməli bu turun içində gedir hamısı, yemək daxil. 15.000 rubel, düzdür, bahadır. Amma bura Kamçatkadır dostlar. Burada ucuz heç nə olmur. Menümüzdə toyuq əti idi, düydü. Belə dəniz kələmədi, markovla, qırburutdur, qalbasa, şirniyyatdır, çaydır, kompotdur. Bu sözlə yeyib içirik. Dillərini başa düşməsəm də bir-birimizlə tərcümə edib danışırıq. Onun üçün də ingilis dili bilmək yaxşı idi dostlar. Əziyyət çəkmirəm. Onlar da ingilis dilində bilmir, mən də. Bir-birimizi tərcümə vasitəsilə başa salırıq. İndi yenidən axtarırıq bayaqki heyvanları, sümbülqıranı. Onlar bu ərazidə yaşayırlar, çünki turistlər burada saxlayıb onlara yem verirlər. Onun üçün də həmişə burada olurlar. İndi biz də görsək saxlayacağıq maşını. Bax, tapdıq və burada durub. Dostum, gəl, sənə yemək verəcəm. Gəl yanıma. Gəl, gəl yemək. Pişə. Nə. Ye. Görsün nə qəşəkdir. İki ayaq üstündə durur. Kameranı yemem. Dostum. Bu maraqlı heyvanları da izlədik. Dediyim kimi dostlar, bu sümbülqıran gəmiricilər fəsiləsindəndir. Burada deməli gilə meyvələrlə qidalanır. Çoxlu saydadır bu ərazidə. Amma dedilər ki, yemləmək olmaz. Bunda ölürlər. Mən də özümdən götürmüşdüm. Yemək verəndə sonra dedilər olmaz. Yəqin ki, belə lazımdır. Kamçatka diyarı haqqında məlumat verim. Deməli, dostlar, Kamçatka diyarı Rusiyanın uzaq şərqində yerləşən bir diyardır. 2007-ci ildə diyar statusunu alıb. Tarixi çox qədimdir. Gələcək videolarda daha ətraflı məlumat verəcəm. Kamçatka diyarında 288.200 nəfər yaşayır. Kamçatka diyarında 3 şəhər var, 3 şəhərdən ibarətdir. Onlardan indi hal-hazırda olduğumuz Petropavlovsk-Kamçatka, Yelizava və Vilyuchinsk şəhəri. Vilyuchinsk şəhəri qapalı bir şəhərdir. Ora hərbi şəhərdir, girmək olmur. Ancaq xüsusi buraxılışlarla içəri girmək mümkündür. Deməli, 3 şəhərdən, 29 qəsəbədən və 56 kənddən ibarətdir. Böyük bir vilayətdir dostlar. Kamçatka diyarı Maqadan vilayəti ilə Köçka Muxtar dairəsi və Saxalin vilayəti ilə həmsərhəddir. Burada Sakit Okeanına gedən yolda burada kemping
evlərdir. İnternetdə maraqlandı bunların bir gecəsi 7000 rubuldan 10.000 rubla kimi dəyişir. Xalatırski plyaj adlanır bura. Sakit okean sahilləri. Çox gözəl bir yerdir. Sakit okeanı gəlib görmək bizə də nəsib oldu. İnsanlar çimir. Amma suyun dərəcəsi 4 dərəcə, 5 dərəcə olur. Çox olmur burada üstü. Sakit okean. Kamçatka diyarı. Var, amma su buz kimidir. Çox soyuqdur, heç çimən də yoxdur. Demək olar ki, hamı zaqar edir, qumda uzanır. Qum amma çox istidir, normal. Oha. Burada maraqlı bir tablo var. Burada yaşayan görsünüz, heyvanların şəkilləri görsədib, balıqlardır bir çox. Növbəti bir vlogda biz dənizdə olacağıq dostlar. Gələn videoya saxladım onu. Sabahki vlogumda Sakit okeana dənizə çıxasıyıq. Orada belə heyvanları görəcəyik. Kasatkadır, nerpadır. Belə bugün bu heyvanı biz gördük sizlə birgə. Belə dənizdə belə balıqlar okeanda. Kamçatski krab çox məşhurdur. Dəniz kirpisi, dəniz ulduzu. Sonra burada bitkilər var, çoxlu gilə meyvələr var. Kamçatka diyarı birinci hissənin sonuna çatırıq dostlar. Bu hələ son deyil. Növbəti vlogları izləməyi unutmayın dostlar. Kamçatka diyarından 2-3 hissəli bəlkə də çox oldu. Hələ dəqiq bilmirəm. Növbəti vloglarda izləməyi unutmayın. Sağ olun dostlar. Salamat qalın.